Nə Siz eləməliyəm mən? övladınızın halını, durumunu, psixoloji vəziyyətini, səhhətini, orqanizmini, başına gələnləri, faciələri bilmirsiniz. Bəs bu qadının əgər başına gələn hadisələrdən xəbəriniz varsa, psixoloji durumunu bilirsinizsə, psixikasının çökmüş olmasından xəbəriniz varsa, siz niyə efirə çıxarırsınız? Niyə efirə çıxarıb bütün Azərbaycana biabır edirsiniz? Bayaq bu qadının psixoloji probleminin olmasını sadəcə çevrəsi bilirdi, deyilmi? Amma siz verilişə çıxararaq bütün respublikaya bunu göstərirsiniz. Onun zəhərli zobu var. Onun bədəni orqanizmi bu saat yaman gündədir. Anaya deyirsiniz ki, qızının sağlamlığını düşün. Bəs siz niyə o qadının sağlamlığını düşünmürsünüz? Olmaz bu problemləri kamera arxasında həll edəsiz. Əgər bu qədər xeyirxah insansızsa, mütləq ki, efirə çıxarmaq lazımdır. Mən indiyə qədər bu tip verilişlərin heç birində sağ əməlli bir qonağa rast gəlməmişəm. Ümid edirəm ki, var, mən rast gəlməmişəm. Nevroloji, psixoloji problemi olan insanlarıca efirə çıxarırlar. O insanları efirə çıxarırlar ki, şou yarada bilsin. Ərə verilməməli idi. Mən çarəsizəm. Bəzi analar, bəzi atalar elə bilirlər ki, qızlarını, oğlanlarını evləndirsələr bu durumda olan, bu psixologiyada olan uşaqlarını evləndirsələr, o xoşbəxt olacaq və başı düzələcək. Bu qızın psixoloji problemi olduğuna görə ananı ittiham edir ki, niyə psixoloji problemi olan qızını ərə veribsən? Psixoloji problemi olan qızı ərə vermək olmaz, amma canlı efirə çıxarmaq olar və diqqətimi bu verilişdə bir qonaq cəlb etdi. Bu şəxs həkimdir. Cərrah oftalmoloq Xəlil Hüseynovdur. Həmkarlarının dediyinə görə savadlı və peşəkar bir həkimdir. Xəlil doktor, sizin belə bir layihədə nə işiniz var? Təsəvvür edin ki, bu həkim illərlə tibb universitetində ali tibb təhsili alıb. Bildiyim qədərilə tibb üzrə fəlsəfə doktorudur, yəni elmi işdə müdafiə edib, savadlı və peşəkar bir cərrahdır. Əminəm ki, bütün çevrəsi intellektual insanlarla doludur. Bəlkə də Xəlil doktor bəyənib hansısa bir məhəllədə, çayxanada belə əyləşməz, özünə yaraşdırmaz, bir elit restoranda, elit məkanlarda oturar. Bəs necə olur ki, çayxana səviyyəsində olan bir söhbətin parçasına çevrilə bilirsiniz? Necə özünüzə layiq bilirsiniz? Bu tək Xəlil doktora aid deyil, digər həkimlərə də aiddir. Özünüzə yaraşdırırsınızmı o söhbətləri? O söhbətlərin bir parçası olmağa özünüzü layiq bilirsinizmi? Yəni bu ölkədə həkim kimi fəaliyyət göstərmək üçün, həkim kimi işləmək üçün mütləqmi gedib bir məişət söhbətinin bir parçasına çevrilmək lazımdır. Yəni peşəkar bir həkimin hansısa bir psixoloji problemi olan, yaxud yazıb oxumağı bacarmayan, yaxud əqli qüsurlu insanların PR-na mı ehtiyacı var? Əqli qüsurlu insanlarla PR olunmağına mı ehtiyac var? Və bu cür verilişlər, bu məzmunda olan bütün verilişlər bağlanmalıdır, bütün verilişlər. O verilişdəki xəstə insanları efirə çıxarıb ələ salırlar. O insanları ki, efirə çıxarıb ondan reyting umurlar. O insanları ki, efirə çıxarıb ağızlarına gələni danışmaları üçün fürsət yaradırlar. Bu verilişlərin hamısı bağlanmalıdır. Çünki o xəstə insanlara qarşı bu böyük bir haqsızlıqdır. O insanlar, o vətəndaşlar hansı verilişə çıxdıqlarının fərqində deyirlər. Səmimi olaraq inanırlar o aparıcılara ki, verilişə çıxacaq problemlərim həll olunacaqdır. Amma onların problemlərindən, onların dərdlərindən sui-istifadə olunur. Reyting üçün sui-istifadə olunur. Və bu cür sui-istifadə faktlarını görə-görə peşəkar həkimlər o sui-istifadənin bir parçasına çevrilirlər. O verilişə çıxan bütün həkimlərin də bu verilişlərdə edilən bütün haqsızlıqlarda payı var. Siz o verilişlərə dəstək olursunuz, maddi dəstək olursunuz, mənəvi dəstək olursunuz, verilişlərə çıxırsınız və o verilişlərin yaşamasında, ora yeni qurbanların cəlb olunmasında, əziz doktorlar, sizin də payınız var. Siz həkim deyilsizmi? Həkim deyilsizmi?